Bakı Şəhər Prokurorluğunun yeni korpusu istifadə edilib. Bina prokurorluq əməkdaşlarının fəaliyyətinin daha səmərəli təşkili məqsədi ilə müasir standartlara cavab verən infrastrukturla və zəruri texniki avadanlıqlarla təchiz edilib. Binanın yeni akt zalında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunan tədbir keçilib. Baş prokuror Kamran Əliyev bildirib ki, ümummilli lider Heydər Əliyevin şəxsiyyəti daim xalqın taleyini dəyişən və dövlətin memarı olan lider kimi xatırlanır. Ölkənin hüquqi, demokratik və müstəqil dövlət kimi yenidən inşası da məhz Ulu Öndərin adı ilə bağlıdır. Tədbirdə iştirak edən Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və digər natiqlər Azərbaycan dövlətçiliyinin inkişafında Ulu Öndərin rolundan danışıblar. Tədbirdə Xalqın Adamı adlı sənədli film nümayiş olunub. Bu binanın şəhər prokurorluq əməkdaşlarına istifadəsinə verilməsi möhtərəm cənab prezident tərəfindən prokurorluğa həmişə olduğu kimi diqqət və qayğının təzəssümüdür və yeni ən müasir tələblərə cavab verən yeni korpusun açılışında əməkdaşlarımızın iş keyfiyyətinə müsbət təsir göstərməsi, cinayətkarlara qarşı mübarizə, vətəndaş məmnunluğunun təmin olunması yüksək səviyyədə həyata keçiriləcəkdir.